Salam hörmətli izləyicilər, bir daha xoş gördük. Bildiyiniz kimi biz sertifikasiya imtahanından bir neçə gün əvvəldən, sınaq izahlarımızı dayandırmışdıq. Şükürlər olsun ki, Allaha yüksək nəticə topladıq. İxtisasın hamısını yazdıq, amma kurikulum sualları məlum səbəblərdən bildiyiniz kimi çətin olduğu üçün yalnız 5 sualı cavablandıra bildik. Ümumilikdə 50 bal topladıq. Bütün imtahanda uğur qazanan həmkarlarımıza növbəti mərhələdə uğurlar diləyirik. Keçməyən və yaxud da 35% düşməyən həmkarlarımıza da inşallah növbəti mərhələdə uğurlar diləyirik. İnşallah onlar da növbəti mərhələdə uğur qazanarlar. Bugünkü sınavımız isə abituriyentlərə həsr olunmuşdur. Sırf ayın 5-i keçiriləcək, 3-cü, 2-ci qruplar üzrə, qrupların bir də blok imtahanına hazırlaşan qrupların üçün lazım olan sınavdır. Siz də kanalımıza abunə olub, bəyənib paylaşmağı unutmayın. Deməli, keçək birinci sualımızın izahına. Deməli, birinci sualımız belədir. Sual işarəsinin yerində hansı dövr yazılmalıdır? Əmlak və sosial bərabərsizliyin yaranması, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, tayfa başçılarının ilahiləşdirilməsi. Burada bütün tunc dövrlərinə aid əlamət var. Ona görə də erkən tunc yaza bilmərik. Ümumi halda tunc dövrü cavab E bəndidir. İkinci sual. ABŞ tarixinin ilk katolik prezidenti idi. Xarici siyasətdə yeni hüdudlar adlanan doktrindən irəli sürmüşdür. İndiki kitablarda həm xarici həm daxili siyasət ümumiyyətlə yeni hüdudlar əhatə edir. John Kennedy'nin və cavab John Kennedy'yə aiddir. 1961-63-cü illərdə ABŞ-nin prezidenti olmuşdur. Dallas şəhərində öldürülmüşdür. Üçüncü sual. Eyler-Venn diaqramında müqayisə edin padşah və konsul. Seçki yolu hakimiyyətə gəlirdi. Bəli, biri ömürlük, biri bir il müddətinə. Padşah ömürlüyüydü. Deməli, A gedəcək oxşara, 3-ə. Orduya rəhbərlik edirdi, yenə də hər ikisi. B də gedəcək oxşara, A, B var, C bəndində görə hələ uyğun gəlir yoxsa yox. Yalnız patrislər arasında seçilirdi bu padşaha. Çünki konsullar da əvvəl patrislərdən seçilsə də, amma 3-cü əsrdən etibarən plebeylər də konsul vəzifəsi seçilmək hüququnu əldə etdilər daha doğrusu. Və ona görə də məhz C gedəcək 1-ə. 6-cı əsrdən seçilməyə başlamışdır. 6-cı əsr amma eradan əvvəl çaşdırıcıdır. D heç birisinə getməyəcək. Bir il müddətinə müəyyən səlahiyyətlə malik olmuş. Bu da konsula aiddir. 1-ə C, 2-yə Y, 3-ə də AB məhz C bəndi cavabdır. Doğru cavabdır. 4-ə baxırıq. Xronoloji ardıcıllığı müəyyən edin. İkinci Göytürk dövlətinin yaranması 552. Bomen Xaqan. Xəzər Xaqanlığın süqut etməsi 965. Frank dövlətinin imperiya çevrilməsi 800-cü il. Xilafətin paytaxtının Bağdada köçürülməsi. Deməli, cavab olacaq burada 1, 762-dir 4-cü nömrədə olan ifadə, 4 olacaq. Sonra 3, 2, 14, 32 məhz doğru cavab B bəndidir. 5-ci suala deyir ki, xəritə sxemdə verilənlərə əsasən doğru cavab müəyyən edin. Kür döyüşündə, deməli, xəritə sxemində görürsünüz ki, 1-ci əsrin ikinci yarısında Romalılar əvvəl İberiya, Gürcüstana, sonra isə Albaniyaya gəlirlər. Və burada nə deyir? Deyir ki, Kür döyüşündə qalib gəlirlər. Xeyr, 1-ci əsrin birinci yarısı olmalıdır və hətta o 60-cı ilə yazılmalıydı, agentdir. Pompeyin başçılığı ilə Qafqaza yürüş xeyr, o 60-cı illərdə götürənməli, ikinci yarısında aid deyil. Kanadin rəhbərliyi ilk dəfə Albaniyaya yürüş etdilər. Kanadin rəhbərliyi altında olub, amma ilk dəfə yox, növbəti dəfə deseydi götürə bilərdik. D-yə baxırıq. Alban hökmdarı Zoberi asla saldılar. Bəli, 36-cı ildə döyüşdə, Kanadi Zoberə qalib gəldi və Zober asla düşdü və müttəfiq və sadiq qalacağına, bu ittifaqa və yaxud müttəfiqlə sadiq qalacağına söz verir. Cavab məhz D bəndidir. 6-cı suala baxırıq. Səfəvilər 17-ci əsrin ikinci rübündə, 1625-dən yuxarı olmalıdır. 50 daxil olmaqla. Şeybanilərlə mübarizə apardı. Şeybanilər 1599-da mübarizə bitir. Ondan sonra Səfəvi Şeybani mübarizəsi danışılmır. Bu getdi. 1510-dan başlayır, 1599-da Şah Abbasın Xorasan geri almasından sonra Şeybanilərlə söhbət açılmır. B-yə baxırıq. İkinci İstanbul sülhünü imzaladılar. Bu 1612-dir.
1590-da birincidir, 1612 ikincidir, bu birinci rübdür. Portugallar Hörmüzdən qovular 1622-dir, bu da birinci rübdür. Ruslarla mübarizədə qalib gəldilər, bu 1662-dir, üçüncü rübdür. Osmanlılarla mübarizə Bağdad şəhərini itirdilər. Bəli, əvvəl kitabda yazılırdı. Məhz Şah səhvi 38-də itirir, 39-da Qəsr-Şirin müqaviləsini imzaladı. Məhz doğru cavab E bəndidir. 7-ci suala baxırıq. O Antalya üsyanı Jaklar üsyanından fərqli olaraq bir sıra tələblər ilə sürmüşdür. Bəli, bu Antalya ilə sürmüşdür. Xeyirxah krala inanılması hər ikisində var idi. Fəla zülmünə qarşı olması hər ikisində var idi. Məğlub olsa nəticəsiz qalmaması, bu da hər ikisində var idi. 14-cü əsrin ikinci yarısında bəli, biri 58-dir, biri 81-dir. Məhz doğru cavab A bəndidir. Şirvanşahlar dövləti Ərəb xilafətinin süqutu nəticəsində yaranmışdır. Xeyr, parçalanması nəticəsində 16-da birinci rübündə süqut etmişdir. Xeyr, 38 ikinci rübdür. C. Baxırıq, Kür döyüşü nəticəsində Teymurlara məğlub yox, qalibdir 1405-ci ildə. D. Baxırıq, 15-ci əsrdə hakimiyyəti Şərqi Gürcüstana bəli 1407-ci yaya bilmişdir. Bu doğrudur. Hülakü xanın başçılığı ilə baş vermiş yürüş bu 13-cü əsrdə heç bir aidiyyəti yoxdur. Məhz doğru cavab D bəndidir. 9-cu suala baxırıq. Məktəblərin milliləşdirilməsi, üç rəngli bayrağın yaradılması, parlamentin fəaliyyətə başlaması, milli ordunun yaradılması. Verilənlərdən hansıları AXC-nin dövlət quruculuğu tədbirlərinə aid deyil? Biz bilirik ki, üç rəngli bayraq dövlət quruculuğudur, parlament dövlət quruculuğudur, milli ordu da dövlət quruculuğu sahəsində ən mühüm addımdır. Dərslikdə bu 9-cu sinifdə yazılıb. Məktəblərin milliləşdirilməsi isə bu mədəni tədbirdir. 1918-28 avqust tarixində verilmişdir. Məhz yalnız bir E bəndi. 10-cu suala baxırıq. Alman ordusunun Verdun üzərinə hücumu zəiflədildi. Alman ordusu müdafiəyə keçməyə məcbur oldu. Yəni hücumdan müdafiəyə. Verilənlər hansı döyüşün nəticəsidir və boşluğa hansı ifadə tamamlayır? Verdun Almanlar bütün diqqətlərini şərq cəbhəsinə yönləndirən xeyr bu 15-də olmuşdur, amma Verdun 16-da baş verib, ona görə də uyğun gəlmir. Jutland Almanlar ilk dəfə zəhərli xlor qazı, xeyr Jutland 16-da zəhərli xlor qazından Belçikada 15-də istifadə ediblər. Somma Almanların qərb cəbhəsində yəni üstünlüyünə son qoyuldu. Məhz doğru cavab C bəndidir. Yəni 1916-cı ildə baş vermişdir. 6 ay davam edən döyüşün, 10 ay davam edən döyüşün nəticəsində daha doğrusu. 11-ə baxırıq. Xəritədə ruslarla mübarizədə Krımın itirmiş dövlətlərin ərazilərini müəyyən edin. Bilirsiniz ki, 1774-də müstəqilliyin tanıyıb Osmanlı 83-də Rusya işğal edib, 91 yasda isə Rusiya məxsus olduğunu Osmanlı təsdiq edib, 2014-də də Ukrayna tərəfi itirib, ona görə də cavab 4-5-dir, A bəndi. Ərəb xilafəti dövründə cizyəyə aid deyil. Can vergisidir, bəli. 7-ci əsrdə meydana gəlmişdir, bəli. Orada xidmət etməyən xristiyanlardan alınırdı, bəli. Pulla ödənilirdi, bəli. Bütün vergi və yox, qeyri-müsəlmanlardan orada xidmət etmədikləri müqabilində alınırdı, cavab E bəndidir. İngiltərədə birinci parlament islahat nəticəsində kralın hakimiyyəti məhdudlaşdırıldığı hüquqlar haqqında bildi 1689. Fəhlələr parlament seçkiləri hüququ qazandığı ikinci parlament 1867-də, birinci 32-də keçirilmişdi. Lordlar Palatası ləğv edildi 1649-dur. Sənaye burjuziyası parlamentdə təmsil olundu, bu doğrudur, cavab D bəndidir. Hakimiyyət yeni zadəganlar və burjuziyalarına keçdi, bu vətəndaş müharibəsi nəticəsidir 1642-46 müharibəsinin nəticəsində. 14-ə baxırıq. İkinci Rus-Qacar müharibəsinə aid deyil. 1626-28. Müharibənin tarihi Gəncə döyüşü həll etdi, bəli. 1626 13 sentyabr doğrudur. Türkmənistan sülhlə başa çatmışdı, bəli. 28-10 fevral tarixində. İrəvan və Naxçıvan xanlıqlarda Ruslar tərəfindən işğal edilmişdi, bəli. 27-ci ildə düzdür. Müharibənin əvvəlində Bakı və Lənkəran ərazisi xeyr, Bakıda azad olunmayıb. Ümumiyyətlə azad olunan ərazi Şamaxıdır, Lənkərandır, Gəncədir və Şəkidir. Qubada, Bakıda, Dərbənddə xan hakimiyyəti bərpa oluna bilməyib. Cavab D bəndidir. 15-ci suala baxırıq. Səbəb nəticə əlaqəsi doğru verilmişdir. Şəhər döyüşünün baş verməsi, Ağqoyunlu dövlətinin süqut etməsi yox, Həmədan nəticəsində olub. Birinci qolundan sonra qoyub şəhərdə. Samur döyüşünün baş verməsi, Qızılbaşlar məğlub olması, xeyr, Samur, yəni Qızılbaşların Samurda Qızılbaş adlanmır. Çünki Heydərdən Qızılbaş adlanmaya başlanacaq. Yəni 1460-dan sonra, bu isə 1460-da Şeyx Cüneydin dövründədir.
C-yə baxırıq. Salarilə dövlətin yaranması Azərbaycan torpaqlarına ilk dəfə Vaydalı yox, Sazilən dövründə olub. Yenidən desəyid götürə bilərdik. D. Monqolların ilk yürüşünün baş verməsi. Şirvanşahlar dövlətinin Monqollardan asılı düşməyib, dağıntılara məruz qalıb sadəcə. E bəndinə baxırıq. Amit döyüşünün baş verməsi Romalıların məğlub olması 359-cu ildə Sasani Alban ittifaqına məğlub olmuşdu. 16-ya baxırıq. Xronoloji müəyyən edin. Rusların Şəmkir döyüşündə qalib gəlməsi Osmanlıların bu 1826 3 sentyabrdır. Osmanlıların Buxarı sülhünün imzalaması 1812-ci ildir. Mayın 16-sında. Şərqi Gürcüstanın daxili müstəqillik ləğv olunması 1801-ci ildir. Sentyabrında manifestin verilməsi ilə Çinin İngiltərənin yarım müstəmləkəsinə çevrilməsinin əsasının qoyulması 1842 Nankin müqaviləsi ilə. Birinci gələcək deməli burada 3, sonra 2, yəni 1, 12 olacaq. Deməli 32, 14, 32, 14 A bəndidir. Doğru cavab məhz A bəndidir. 19-cu əsrin 60-70-ci illərində Şimali Azərbaycanda keçirilmiş məhkəmə və şəhər islahatları üçün ümumi oxşar cəhət kimi götürmək olmaz. Silki məhdudiyyətlərin ləğv edilməsi bəli, ləğv olunmuşdu, amma şəhərdə əmlakın saxlanması da vəziyyəti gərginləşdirmişdi. Bir də millət məhdudiyyəti qoyulmuşdu. Yəni müsəlmanların yalnız 50% seçilə bilərdi. Nəysə, amma silki məhdudiyyət yox idi. Yəni bütün təbəqələrdə olanlar hər ikisində iştirak edə bilərdi. B. Yerli əhaliyə bir sıra hüquqlar verilməsi bu da doğrudur. Yerli əhali rəhbər vəzifə tutmasına şərait yaradılması xeyr. Cavab C bəndidir. Heç birisində rəhbər vəzifə icazə verilməyib, yalnız ruslardan olub. 18. Sxemi tamamlayın. Çöpbaşı, Çoban bəy. Demək, Çöpbaşı xanlıqlar və Çar İmperiyası dövründə olan oturaqlara görə köçəri mallardan alınan vergi idi. Çoban bəy Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin dövründə oturaqlara görə alınırdı. Burada qapı puludur. Cənubi Azərbaycanda məhz oturaqlara görə alınması məhz cavab B bəndidir. 19. Düzgün olmayan variantı müəyyən edin. Zaman, məkan, qalib, Eradan və 200-cü il Pincin, Çin, xeyr, Çin məğlub olur. Yəni cavab elə A bəndidir. Digər variantlarda nəzər saldıqda görür ki, cavab doğrudur. Məhz düzgün olmayan məhz A bəndidir. 20-ci suala baxırıq. Məntiqi ardıcıllığı tamamlayın. Molla Həsənə döyüşün baş verməsi, yəni 1578 noyabrdır. Krım qüvvələrinin məğlub edilməsi adıcılar əsəri götürülür və Mənəncülü Xeyr 1618-dir. Bu 1578-də bağlanıb, ən azı 40 illik fasilə var, mümkün deyil. Osmanlı tamamilə Azərbaycandan Xeyr, Dərbəndə qədər Şirvan azad olunub. Doğru cavab ilə C bəndidir. 20-ci suala baxırıq. Daha əvvəl baş vermişdir. Andrey öhdənin imzalanması 1803 aprel ayının 12-sində səhv etmirəmsə imzalanıb Carlılarla Ruslar arasında. Gəncənin Ruslar tərəfindən tutulması 1804 yanvar. Tilsit sülhünün imzalanması 1807 Fransa Çar İmperiyası arasında. Müqəddəs Roma İmperiyası süqut etməsi 1806 Napolyon tərəfindən. Kürəkçay müqaviləsinin imzalanması 1805 daha əvvəlcə A bəndidir. 22-ci sual 13-14-cü əsr memarlıq abidələrindən deyil. Ramana qalası aiddir, Bərdə türbəsi aiddir, Gülüstan qalası 12-ci əsrdə Gülüstan idi, Boğurdu idi, Mərdəkan, bir də Qız qalası, bunlar 12-ci əsr müdafiə qalaları idi. Bizans imperatorunun səlahiyyətlərinə aiddir. Xarici dövlətlərlə əlaqə qurması bəli, kilsəyə rəhbər etməsi bəli, həm dövlətən də kilsənin rəhbəri idi. Vergi yığması xeyr, aidiyyəti yoxdur. Roma papası tərəfindən xeyr seçilmə, aidiyyəti yoxdur. 1-2 doğru cavab. Hansı rəqəmləri yeni dəyişməklə düzgün xronoloji ardıcıllıq alınır? Nadir Şahın Mərkəzi Asiyaya yürüş etməsi 1737, Fətəli xanın Əfşarın Qarabağı tabe etməsi 1759, 3-cü San Mirzənin üsyanının baş verməsi 1747, Ərdəbil Təbrizə baş vermişdi və Əmir Aslan xan tərəfindən yatırıb, yəni yeganə üsyandır ki, Nadir dövrə başlayıb, amma Nadir tərəfindən deyil, onun ölümündən sonra yatırılıb. 4-ə baxırıq. Nadir Şahın Şəkiyə yürüş etməsi da 44-46-dır. Məhz 4 ilə 2 yerin dəyişməlidir. Məhz cavab yəni 4 və 2. Və yaxud da 2 və 4 fərq yoxdur. 25-ci suala baxırıq. Xəritədə rənglənmiş şəhər üçün Səlciyevdə şəhər Şuşa şəhəridir. Baxırıq. Deməli, 44 gün Vətən müharibəsində döyüş alınmış sonuncu ərazidir. Bəli, 2028 noyabr tarixində düzdür. Ermənilər tərəfindən 93-92 may 8-də işğal olunub. Qarabağ xanlığı mərkəzi olmuşdur. Bəli, 1757-ci ildən etibarən tam olaraq. DQMV-nin mərkəzi Xankəndi idi. Əvvəl düzü təyin olunmuşdu Şuşa, amma Xankəndi seçildi.
21-5 iyul tarixində verilən qərara görə məşğul olmalıydı, amma 23-7 iyulda isə yəni Xankəndi seçildi mərkəz kimi. Məhz doğru cavab A-dir. Heydər Əliyevin birinci rəhbərlik dövrünə aiddir. Deməli 1969-82. Kürdən Bakı su kəməri 71 doğrudur. Konstitusiya ilk dəfə Azərbaycan dili ilə bağlı maddələr əlavə olunması 56 İmam Mustafayevdir. Xankəndinə dəmir yolunun çəkilməsi 1979 bu doğrudur. Novruz bayramı, Bahar bayramı adı ilə yenidən keçirilməsinin təmin edilməsi bu 67. Şıxəli Qurbanov katiblərdən biri idi. Vəlaxundovun dövründə Şıxəli Qurbanov bunu etmişdi. Məhz doğru cavab A-dir. 27-yə baxırıq. Ön Asiya uğrunda Roma ilə mübarizə aparmış dövlətlər. 1. Parfiya doğrudur. 2. Albaniya işğalçı dövlət olmayıb, ona görə götürə bilmərik. Əhəməni Romanı görməyib. Yəni Roma dövrünə uyğun gəlsə də, amma mübarizəsi olmayıb. Manna, bu da Romanı görməyib. Dövrdə düşsə də mənada, amma mübarizəsi yoxdur, nə də görməyib Roma ilə mübarizəni. Bir də Sedeviklərdir. Cavab 1 ilə 5-dir. Makdonel İskəndər deyir ki, tabe etdiyi ərazilərə yeni şəhərlər saldırırdı. Yunanistandan köçüb gələnlərin hesabına bu şəhərlərin əhalisi artırdı. Belə şəhərlərin çoxu adlandırılırdı. İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətlər sərkərdələr idarə edirdi. Onlar vilayətləri idarə etmək üçün Yunan və Makedoniyalarda məmur təyin edirdilər. Yerli əhalidən olan quldarlar Yunanlara oxşamağa çalışır, onların dilini öyrənir və adətlərini qəbul edirdilər. 28-ci suala baxırıq. Mətndə hər səhv edib iyi olmamalıdır. Nöqtələrin yerində adı buraxılmış ifadəni müəyyən edin. Yazın bu İskəndəriyə şəhəri idi. 29-a baxırıq. Yerli əhalinin gəlmə Yunanların adətlərini qəbul etməsi nəticəsində yaranmış mədəniyyət, yəni elm mədəniyyət adlanırdı 29-da. 30-a baxırıq. İskəndərin yeni şəhərlər saldırmaqda məqsədlərini ən azı birini yazın. Ümumiyyətlə, yəni işğal olunmuş ərazidə özünə etnik dayaq yaratmaq, yəni tərəfdarların sayını artırmaq, bir də öz hakimiyyətini həmin işğal olunmuş ərazidə möhkəmləndirməkdən ibarət idi.